Pasient bizim işçimiz olub. Pərvin Xəlilova, mama ginekoloq, mən beynəlxalq hospitalda çalışıram. Bizim işçimiz Gülanay xanım hamiləliyin ta başından takibi mənim yanımda olub. İlkinci hamiləliyidir. Yaşı 32-dir və hamiləlik dövründə heç bir kontrolu vaxtında müayinələrə gəlib, heç bir kontrolu buraxmayıb və müayinə dövründə də heç bir problem, patologiya izlənilməyib hamiləliyində. Və hamiləliyin 37-ci həftəsinə çatanda təbii ki, biz bu paket analizində, yəni paket şəklində müayinəyə axırıncı kontrola gələndə biz orada uşaqlıq boynuna göbək ciyəsinin 2 dəfə dolanmasını müşahidə elədik. Protokollar üzrə biz pasiyenti heç bir əks göstəriş olmadığına görə sadəcə bu doğuş ananın doğuş istəyi və bu doğuş biz də zaten doğuşa buraxmalıyıq ananı. Çünki protokolda elə bir şey yoxdur. 2 dəfə dolanır, mütləq şəkildə keysəriyyə alınmalıdır. Dedik, biraz doğum zamanı çox diqqətlə nəzarət eləməliyik sənə. Çünki 2 dəfə dolanma bəzən ürək döyüntüdə, monotonluq izlənərsə o zaman biz keysəriyyə alırıq. 38 həftəsinə pasiyenti təkrar qəbula çağırdıq ki, gələsən. Amma elə oldu ki, 37 həftəni tamamladı, gecə saatlarında sancı ilə klinikaya daxil oldu. Hardasa saat 10 radələrində olardı. Və sancı bir barmaq açıqlığı və dölyanın mayenin axması ilə gəlmişdi klinikaya. Buraxdıq, ürək döyüntü yoxlanıldı, NST aparatına qoşuldu, heç bir monotonluq yoxdur, ürək ideal, ananın sancısı regular, ritmik, gözəl keçir və NST-yə hər yarım saatdan bir izləyərək hamiləliyin sancılarını davam elətdirmək. Təbii ki, birinci doğum olanda 15 saata qədər sancı çəkmə müddəti var. Saat 2 radələrində artıq 7-8 santim açıqlığı müşahidə olunmuşdu. Ürək vurğuda heç bir problem, patologiya izlənmədi. Tam ideal şəkildə izləməyə alınmışdı. Saat hardasa tam saat baxımında deyə bilməyəcəm. İndi gərək xəstəlik tarixinə baxılır. Yəni və sənədlərdə var da. üçün yarısı belə artıq anada polun açıqlıq, yəni gecə yoxsa tam açıqlıq, gecə saat 3-ün yarısında tam açıqlıq və anaya artıq hafif güc gəlmə başladı. Və 45 dəqiqə ərzində güc vermə dövründə biz artıq NST aparatını təkrar hər 10 dəqiqədən bir izləyirik, güc vermə dövrünə dayanıb təzədən və ürək vurğusuna baxaraq monotonluq varmı? Çünki burada 2 dəfə dolanma var, biz onu çox diqqətlə izləyirdik. Və heç bir monotonluq, heç bir ürək vurğusuna problem görmürdük. Doğum zalında artıq son 45 dəqiqədə doğum gücü zəifliyini müşahidə edəndə artıq sistem qoşuldu və protokol üzrə oksitosin 500 ml mayeyə buraxılıb 1 dəqiqədə 8 damcıdan yavaş-yavaş gücün regulyasiyasını tənzimləmək üçün elədik və hardasa 3-ə qalmış 15 dəqiqə artıq güc vermə zəifliyini hiss eləyərək epiziotomiya elədim. Hardasa 4-ə az qalmış, dəqiqələri tam deyə bilməyəcəm. Epiziotomiya aralıq baş artıq görünür, tüklü hissəsi görünür, baş kiçik çanağı tam doldurub və burada simfizin altından keçib baş və biz onu güc verməsinin zəif olmağına görə biz epiziotomiya edirik ki, doğuşu tezləşdirək, kəsik aparırıq. Xüsusi özümüz kəsik aparırıq ki, doğuşu tezləşdirək, yəni uşaq orada çox qalmasın. Və biz o epiziya eləyən kimi uşaq doğuldu. Doğulanda nəticədə uşağın rəngi ağacmış, ağlamadı ilkin olaraq. 2 dəfə dolanma və bir dənə də həqiqi düyün müşahidə elədik. Mən anında göbək bağını kəsib, həmən müdaxilə edib, ağzını təmizləyib, təhvil verdim uşaq şöbəsinə, uşaq həkimimizə, uşaq medsestrasına yanındaydılar və onlar da müdaxilələri davam edədilər. Təbii ki, uşaq ağlamamışdı. Ürək vurğuları tək vardı, doktor baxdı, bradikardiyası vardı, indi dayışa doktor özü danışacaq. Bir də bir sual verim, indi uşaq olan kimi siz düyünü gördünüz başında, yoxsa? Yox, başında olmur. Düyün 2 dəfə boğazına dolanır və yanında həqiqi düyün, belə öz-özünə dolanır. Uşaq, biz onu çox görmüşük, sezaryen, keysəriyyə əməliyyatında çox görmüşük. Amma təbii doğuşda mən onu müşahidə eləməmişəm. O əməli başda tamamən qansızlaşdırmışdı göbək bağını. O da təsəvvür edin ki, son 10 dəqiqədə biz NST aparatında artıq uşağı izləyə bilmirik. Çünki artıq ana güc verir. Güc vermə dövründə uşaq çiyini qarışıq, kiçik çanağa doğru irəliləyirdi. Son 10 dəqiqədə biz onu izləyəməmişik.
10 dəqiqəyə qədər, son 10 dəqiqə bütün ürək vurğuları, NST, hamısı çıxarışları da var, hamısı da gözəl, ideal şəkildədir. Heç bir monotonluq izlənilmirdi ki, biz onu şübhəyə düşək, əməliyyata alaq. Amma artıq o son nöqtədə, pik nöqtədə biz onu keysəriyyə də ala bilməliyik. Çünki kiçik çanağı dolu simfizin altında yerləşən uşaqdır. Biz onu bu tərəfdən itələyib çıxarsaq, travmanı daha çoxaldarıq. Və çıxışda biz onu ancaq həqiqi düyünü çıxışda biz gördük. Yəni burada ən çox özünüz bir dəm fikirləşin, insan özünü asanda 4 dəqiqədən sonra beyin ölümü, beyin olacaqlar yəni. Bu da asılma effekti. Yəni təsəvvür edin ki, bu boğur da bir növ. Qan dövranı dayanır, nəfəs almağa yeri yox. Yəni bu orada 4 dəqiqədə qalsa belə artıq beyin işemik zonalar başlayır əmələ gəlməyə. Məsələ buradadır. Yəni bu da protokollar üzrə biz zaten həmişə görmüşük. Orada doğuşun çətin anlarını biz kitablarda, ədəblərdə oxumuşuq da. Bəzən olur ki, uşağın beyin kraniotomiya deyirik də, onu qopardı, heç bir ananı vəziyyətdən çıxartmaq. Bunların heç bir müşahidə olunmuyor və biz orada həkim səhvi icra eləməmişik. Mən özümü, yəni həkim səhvi kimi görmürəm. Çünki protokollara nə əsaslanıb, hamısını biz onu eləmişik. Orada səbəb ən çox gördüyüm həqiqi düyündür. 2 dəfə dolanma ilə dəfələrlə təbii doğuşdan uşaq dünyaya gətirmişik və onun birbaşa keysəriyyə əməliyyatda göstəriş deyil. İndi davam edək. Növbəti doktor. Mən doktor Səid Səidov, pediatr neonatoloq, Mərhəmin Yeni Doğan Reanimasiyasının şöbə müdürü. Məmmədova Gilanay Akif qızı 20.09.2025-ci il tarixində saat 04:10 radələrində normal vaginal yolla oğlan uşağı dünyaya gətirmişdir. Uşaq doğulandan sonra spontan tənəffüsü olmamışdır, ürək döyüntüləri tək-tük olmuşdur, yəni bradikardik seyr etmişdir. Doğum salonunda həmən uşaq intuba olunmuşdur, ürəyin xarici masajı və adrenalin olunmuşdur uşağa. Doğum salonunda uşaq stabilizə olunduqdan sonra reanimasiya, yəni yeni doğulmuşların reanimasiya şöbəsinə köçürülmüşdür. Göbək kateteri qoyulmuşdur, intravenoz maye, antibiotik terapiya, simptomatik müalicə və hipotermiya olunmuşdur. Növbəti günlərdə uşağın vəziyyətinin daha da kritikləşməsi, qıcolmaları olmuşdur. Yəni bu da uşaq nevroloqunun nəzarəti altında olmuşdur. İrəliləyən günlərdə xəstəyə kranial ultrason və kranial MRT çəkilmişdir. Bunun nəticəsi olaraq uşaqda hipeksik iskemik ensefalopatiya diaqnozu qoyulmuşdur. Ailə başdan bəri uşağın vəziyyətinin kritik olması, ağır olması, beyin toxumalarının etkilənməsi, hipoksik asidoz olması, hipoksiya olması vəziyyətləri dəfələrlə pediatr neonatoloqlar, nevroloqlar tərəfindən ailəyə detaylı şəkildə məlumat verilmişdir. Bunun üzərinə ailə dəfələrcə bizdən uşağın əgər vəziyyəti kritikdirsə, beyin toxumaları etkilənibsə, uşağın cihazdan ayrılmasını təkid etmişdir. Amma biz sona qədər uşağı cihazdan ayırmadıq, ailənin dəfələrlə təkidinə rağmen müalicələrimizə davam etdirdik. Hal-hazırda uşaq süni tənəffüs aparatından ayrılmışdır, maska ilə oksigen dəstəyindədir, zonda ilə 40-50 milli qidalandırılır, durumu stabildir. Yaşama ehtimalı var Uşaq yoxsa? mütəmadi olaraq nəzarəti altındadır. Yaşama ehtimalı var yoxsa necə? Necə? Yaşama ehtimalı var. Yəni Bəli, nə qədər uşaq yaşayır. müddətə? Bizə dəfələrlə ailənin beyin ölümü olduğu, ailəyə başqaları tərəfindən beyin ölümü olduğu söyləmişdir. Uşaq cihazdan ayrılsın və bu durumda uşağa müdaxilə olunmasın deyə dəfələrcə üzümüzə təzyiqlər olunmuşdur. Amma biz uşağa lazım olan beyin ölümü olmadığını, lazım olan instrumental müayinə metodlarında bunu yəni təsdiq etmişik və hal-hazırda uşaq yaşayır, maska ilə oksigen müalicəsi altındadır, zondla 40-50 milli rahatca qidalanır. Yəni bu şəkildə uşaq yaşayır, bəli. Aha.